Trifokal lenslər nədir? Trifokal lenslər gözün daxilinə əməliyyatla implantasiya olunur və əsasən katarakta, mirvari suyu olan xəstələrə və 20% xəstələr presbiop xəstələr təşkil edir. Presbiop xəstələr hansı təbəqədir? Yəni insan əgər uzağa da, yaxına da müsbət eynək taxırsa və eynəkdən azad olmaq istəyirsə, bu əməliyyatı tətbiq edirik bu linzalarla. Ona görə bu xəstələr müraciət edəndə mütləq şəkildə həkim xəstədən soruşmalıdır, nə işlə məşğulsan. Bu linzaların müxtəlif növləri var və xəstənin işi ilə bağlı müxtəlif linzalar tətbiq olunur ki, əməliyyatdan sonra həyat tərzi rahat olsun xəstənin. Çünki biz xəstəni əməliyyat edərkən xəstəni müalicə eləyirik, gözü əməliyyat edirik və ona görə də bu lenslərin seçimi çox vacibdir. Son dönəmlərdə trifokal lenslər hamımız eşidirik. Son dönəmlərdə spiral lenslər də var, hansılar ki, işığa baxanda yansımaları daha az olur, demək olur ki, olmur və görməni, uzağı, ortanı və yaxını tam bərpa edir. Hər bir il yeni bir linzalar kəşf edirlər və biz Dünya Gözdə dünyada hər bir yeni linzanı tətbiq edirik. Hamınıza sağlam günlər arzulayıram.